Astara Boks Mərkəzinin gənclərdən ibarət komandası Azərbaycan çempionatına hazırlaşır. Yarışda rayonu 6 idmançı təmsil edəcək. Astara Boks Mərkəzinin gənclərdən ibarət komandası yarışa tam heyətlə hazırlaşır. Güclülərin mübarizəsində rayondan 49 kiloqramda Ruslan Əliyev, 52 kiloqramda Hüseyin Sadıqov, 56 kiloqramda Hakim Nəsirov, 60 kiloqramda Elmin Hüseynov, 69 kiloqramda Füzuli Tağıyev və ən ağır çəki dərəcəsində Elsun Səfərli ringə çıxacaq. Müxtəlif yarışlardan mükafatlar qazanan bu idmançılar geniş təcrübəyə sahibdirlər. Bunlar yeniyetmə vaxtlarında vuruşarkən kifayət qədər təcrübə toplamışlar və nəticələr qazanmışlar. Sadıqov Hüseyn Azərbaycan birinciliyin qalibidir. Əliyev Ruslan Azərbaycan birinciliyin gümüş mükafatçısıdır. Tağıyev Füzuli Azərbaycan birinciliyin gümüş mükafatçısıdır və Nəsirov Hakim bürünc mükafatçıdır. İdmançıların hazırlığı 3